İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Salim bin Məhəmməd Əl-Malikin Türk Mədəniyyəti və İrsi Fondunun Bakıda yerləşən mənzil qərargahına rəsmi səfəri oldu. Mədəni irsin qorunması istiqamətində keçirilən görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoturay Mikulova elmi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı mədəni mübadilənin gücləndirilməsinin əhəmiyyətini vurğuladı. Görüş çərçivəsində Türk İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə dair əməkdaşlıq memorandumu da imzalandı. Türk Mədəniyyəti və İrsi Fondunda olduğum üçün çox məmnunam. Bu memorandum sadəcə başlanğıcdır. İnanıram ki, bu sənəd çox səmərəli və effektiv olacaq. Bizim gələcək illər üçün mədəni irsi qorumaq və araşdırmalar aparmaq istiqamətində yeni layihələrimiz var. İslam və Türk mədəniyyətini düzgün təbliğ etmək üçün birgə çalışacağıq. Baş direktorun ziyarəti çərçivəsində çağdaş qlobal problemlərin mədəni irsə təsirləri, mədəni irsin qorunması üçün effektiv beynəlxalq mexanizmlərin gücləndirilməsi və nominasiya sənədlərinin hazırlanmasının aktuallığı da müzakirə olundu. Ziyarət proqramı bədii hissə ilə davam etdi. Ömür Cələskarov, Royal Əsədov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.